Değerli izləyicilər, həyət istəyirdiniz, həyət tapdıq. Burada gör nə cür meyvələr var, neçə cür, 7 sotun içində, 4 otaqlı, tam təmirli, gir yaşa evdir, özü yaşayışlı bir evdir ya. Hamı deyir ki, yaşayışlı ev olsun, makro ev olmasın. Bax, bu da ev. Nə istəyirsiniz? Harada yerləşir Rəşid bəy? Davrat qəsəbəsində klubun yanında, maşın qayırma zavodun Bəli, yanında. hələ çiyələklərə baxın həyətdə, bunlara Çox baxın. gözəl bir yerdədir. Daha nə meyvə Çiyələk, yoxdur burada, buna baxın. Hamısı var çiyələk, zat. vişne ağacları, nar Bunu ağacları. göstərir ki, bax. Çiyələklər, çiyələk gəlin də, nə istəyirsiniz? Yəni, Bax bu setkadan sonra da bura aiddir. Bax, bu setkadan sonra bax o divara kimi hamısı bu həyətə aiddir. Elə nə cür istəyirsən meyvə ağacları var. Alma, gilası, armud, vişnəsi, hər bir şey. gilas, nə bilim, çiyələk, heyvə, hər bir ağac var. Ərik. Hələ tuta bax, Rəşid, bir dənə tut ağacını göstər. Elə bunun evin qabağı da var. Həyəti. Orada qəşəng, rahat maşın yerləri, 2-3 maşın rahat girir. Keçə evlə tanış olar. Onu göstər bax, Rəşid, bax. Vişnələrə baxın, yeyirsiniz. Əla, super vəziyyət. Hələ armudlara baxın. Buna bax. Dərmandır, dərman. Axtarırsan, yeyirsən. Nə istəyirsiniz? Cənnət, cənnət. Superdir, doğrudan superdir. Qiymət nədir Rəşid bəy burada? Axırda deyək, indi deyək. 107.000 manatdır. Real alıcı indirim olacaq. Burada da bax. Bax, burada nişan Allah xeyir versin. Buna bax, banket qaldı, bura banket. Stadion. Get keyf elə. O həyətdə təqdim edir, sonra keçək evə. Bax, bu da qabaqki həyətimiz. bax burada kombi yeri həyətdə. Kombi yeridir. Sonra bax görürsünüz, həyəti bax maşın girəcək yeri Hələ xurma burdandır. ağacına bax, sən. Bəh, buna bax. Orada istəsiniz manqalxana deyə bilərsiniz. Buradakı həyətin ayaq yolusu, hamamı. Hamamı ayrıca. Yəni ki, video çox çəkmək olmur. Evi də Ona gəlin görə- təqdim edək tez bazar. Düz koridor fasondur. Bu bizim mətbəximiz. Tez eləşib çəkək ki, bu bizim mətbəx. Görün görün, bura nədir? Telefona kimi, Bu Wi-Fi sanitar kimi. qovşağı. Gördüyünüz kimi. Qiyməti çox əladır. Sənət köhnə bələdiyyə sənətidir. Kombisi